Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Bundan dolayı bilirəm ki, çox adam normalda gəlmirlər kitab oxumağa, gedirlər coça fulana. Okeydir, mən də elə başlayıram. Gedək görək nə olur. Hangi kitab oxuruq? Sümürgəçinin portresi və sümürgələşdirənlərin portresi. Dedik ki, sümürgəçi istimar kəlməsidir ki, İranda istimar deyirlər və bu pis mənası var və biz anlamırıq. Nədir? Sümürgə dahır axcadır. Somurmaqdan gəlir, somurmaq, somuran, somurcu. Bu kəlmənin kökündən gəlir. Kitabı Fransa dilində yazılıbdır. Albert Məmi kitabın yazarıdır. Və Albert Məmi hududən bir 70 il bundan qabaq bu kitabı yazıbdır və bir Tuneslidir. Tunes bilirsiniz Afrikada olur və ərəb məmləkətdir. Bunlar sonra bunların torpağı Fransəlilərin əli ilə işğal olubdur. Fransəlilərin bir teorisi vardı ki, İrana da gəldi o nəcadpərəstlik. Bir dövlət, bir millət, bir dil. Hər şey bir əsasında qurulur. Onun üçün də Fransəlilər hər yerə getdilər ya hər yerdə oldular. Orada o birisi dilləri, o birisi dinləri, o birisi millətləri aradan aparmağa çalışdılar və özlərinə bənzətməyə çalışdılar. Müstəmir elədilər ki, biz buna sümürgə deyirik. Bu adam burada bir böyük ailədə doğulur və gedir sonralar Fransada dərs oxur Sorbon danışgahında, gedir öz məmləkətinə, görür inqilab olubdur və millət Fransəlilər əleyhinə silah götürüblər, savaşırlar, istiqlal alsınlar. Bu məqtədə oturur, bir təhqiq edir və bir kitab yazır. O kitab budur. Bu kitabın adı dedik ki, Fransədən gəlibdir, amma türkcəsini mən oxuram. Farscası Çehre-i İstimargər və Çehre-i İstimarzədə adında Huma Natiqin vasitəsilə tərcümə olubdur. İnqilabdan qabaq 4 dəfə bu kitab çap olubdur. İnqilabdan sonra çap olmayıb zahirən. Və cəlibdir ki, 40 min nəfər bu kitabı alıbdır, oxuyubdur, amma heç kəs bilməyibdir ki, istimar-ı müstəmirə nədir? Kitablarda da yazıldı, oxuduq da filan bəhman, amma biz bir şeylər baş tapmadıq. Bizdən böyük nəsillərində heç birisi nə ərəblər, nə bəluçlar, nə türkəmənlər, nə qəşqaillər, nə lollar, nə Azərbaycanlar, heç kəs soruşmayıb ki, əcəba biz müstəmiriyik ya yox. Çünki İranda tamam kitabları, dostlar, tərcümə eləyəndə bunlara əl aparırlar, bunları İrançılıq fikri ilə yazırlar, yəni dəyişdirirlər. Taza kitaba çevirirlər. Əslən o yazarın kitabı ilə eyni bir söz deyil. Necə ki, indi görürük çoxlu kitablar bu cürdür. Hətta qədimi kitabları, mən dostlarla da danışanda bunu deyərəm. Biz görürük ki, tarixdə bunlar tarixə əl aparırlar. Persiyən və İran adında bir söz yoxdur tarixdə. Fars adında bir söz yoxdur. Amma bunlar əl aparırlar və tarixdə kitabları da olan hər yerdə ki, türk sözü var dəyişdirirlər, hər yerdə də çalışırlar İran sözünü yerləşdirirlər o kitablara. Bunun da adını qoyurlar ki, tənqih və təssih kutub-i xətti ya qədimi. Tənqih bilirsiniz, barmaq eləməğa deyərlər, barmaq elədin bir şey, ona deyirlər tənqih imalə sözünə yaxın bir şeydir. Və təssih də yəni islah eləmək. Bir dənə qədim adam bir kitab yazıb da, sənin nə haqqın var onu islah eləyəsən? Sən nə düşünürsən ki, o kəlməni, o imla ilə hətta, əgər fikirsin imlası qələtdir, nə cür düşünürsən ki, o adamın mənzuru sən istədiyin bugünkü anlamdır ki, onu təsdih edirsən, ya tənqih edirsən. Tənqih eləmək də o kitaba əl aparmaq da, yəni onun niqahəti vardır, mərizdir, onu biz gərək dəyişdirək, istədiyimiz kimi eləyək. Hətta dostlardan biri son zamanlarda Hafizin şeirlərindən misal vurur ki, orada hər yerdə türk sözü var, onu gətirdi xuban ruyu, ruy xuban sözünə çeviriblər. Bu qədər bunlar həyasızca desək daha gözəldir. Həyasızca hər şeyi dəyişdirməyə çalışırlar. Tamam. Bu kitabın hər halda farscasını sifariş eləmirəm oxumağa. Türkcəsin, ingiliscəsin ya fransızcəsin, hətta dostlarımız ərəbcə
Ərəbcəsi də var bunun. Ərəbcəsini oxumağa ərəb dostlarımız bunu başladılar. Bunu deyim, hər kəs ki vətənçidir, millətçidir, türkçüdür, turançıdır, Azərbaycancıdır, bunlar həttəmən bu kitabı oxumalıdırlar. Yəni, əgər 5 dana kitab qərar ola oxuyasınız, onun üzü ilə fikriniz değişilə, biləsiniz millət nədir, mənafi milli nədir, millətçilik nədir, nə cür millətçilik eləmək olar, bu kitabı oxumalısınız. Bu kitabı 5 kitabın başında gəlir, mənim nəzərimcə. Və dostların fərqli düşüncələri var. Əlbəttə, bu kitaba görə ayrı adamlar da kitab yazıblar. Mən özüm yadıma gəlir, Döktür Hadiyə Xaniçi bizə danışıqda dərs verəndə bu kitabın və ha belə 2-3 dənə də ayrı yazarın, Fanonun, Sezerin, bunların da kitablarından bizə bir termidə 4 vahid dərs dedi bunlardan. Nəzəriyyələr ki, onda beləsi idi, fikirəm adı beləsi idi ki, 3-cü dünyada olan nəzəriyyə sahibləri və onların düşüncələri. Belə bir dərs oxuduq biz. Hər halda mən bu kitabı indi neçə aydır başlamışam. Bu 53-cü ya 54-cü bölüm olacaq. Dünənlər dedim 63-cü ya 64-cü. Səhv eləmişəm. Baxanda gördüm ki, yox 52-ni mən dünənləri upload elədim. Bu günlərə 53-cüsü olacaqdır ki, save eləyəcəyik və upload eləyəcəyik. Dostlara da yaya bilərsiniz, yetirə bilərsiniz. İstəyənlər oxusunlar. Kitabın adı dostlar soruşdular. Bir dediyim, sümürgəcinin portresi və sümürgələşdirilənin portresi. Bunu mən göndərdim. Dostlar, əgər mənə müstəqim e-mail göndərsələr ya yazı göndərsələr, mən şeydən göndərirəm. Telegram saytından, Telegramdan göndərə bilərəm. Yox, əgər istəsələr turuz.com turuz.z.com turuz.com.com-dan eləyə bilərsiniz, bunu indirəsiniz. Ya Albert Memi yazın gələcəkdir, ya sümürgəcinin portresi və sümürgələşdirənin portresi. Hər halda biz dünənləri 2-ci bölümdən, kitabın 2-ci bölümü, 1-ci bölümü kollən istemargərlərə görə idi. Yəni, sümürgəçilərin duruşları, düşüncələri, rəftarları, siyasi, ictimai, iqtisadi, nizami rəftarları və bunlar nə cür insanların beynini yuvarlar. Onlar deyildi. İndi isə geçirik, burada dünəndən başlamışıq. 2-ci bölümə sümürgələşdirilən ya sümürgənin, sümürgə olur, məsələn, İranda farslar sümürgəçidirlər. Dedik ki, kimlər sümürgəçi hesab olur İranda? Bunlar. Onlar ki, farsdılar. Fərq eləməz ki, bu gün nənədən doğula ya 100 yaşı var. Fərqi yoxdur. O uşaq ki, bu günləri bimarisində bir fars uşağı doğur, bir kasıb uşağı özü də, onun o haqqıları var ki, bir dana profesor ki, Türkdür Azərbaycanda, bir dana profesor ya milyarder ki, Türkdür, ya ərəbdir, ya bəliddir, ya türkəməndir, ya qəşqaydır, ya lordur, ya ciləşdir, ya taleşdir, ya mazənidir, və ya kürdür, bunların o haqqı yoxdur. O cümlədən millət dövlətçilik haqqı. Hakimiyyət haqqı yoxlarıdır bunların. O cümlədən dil haqqı yoxlarıdır. O cümlədən tarix haqqıları yoxlardır. O cümlədən sistematik, sistem, organizasyon, dövləti organizasyonları yoxdur. Bankları yoxdur, hizbiləri yoxdur, ərz eləyim xidmətçisə idarələri yoxdur ki, özlərinin ixtiyarında ola, özləri istədikləri kimi ola, siyasi maliyyat idarələri yoxdur və heç zətləri yoxdur. 2 dənə haqqları var. Bir, farslaşmaq, fars olmaq yox, fars ola bilməz. Bir, farslaşmaq, bir də ölmək, farsların yolunda. Bu 2 dənə haqq mütəəssifانه istər-istəməz sümürgəçinin haqqıdır. Dünəndən başladıq bu sümürgəci ki, bizlərik kim? Aha, dedik biri farsdır. İkincisi, onlardır ki, fars dövlətinin istixdamına gəlirlər. Orada işə girirlər, fars dövlətinə. Bunlardılar. Üçüncüsü, onlardılar ki, özlərin fars tanıtdırırlar. Deyirlər ki, mən farsam. Məsələn, türkləşibdir, deyəndə deyir ki, mən persiyənəm, ya farsam, ya İranlıyam. Bunlar da yenə də sümürgəçidirlər. Üçüncüsü, onlardılar ki, məsələn, Azəriha, Azərbaycanda Azəriha. Onlar ki, özləri deyirlər ki, har alırsan, deyir, mən İranlıyam, demir, mən Azərbaycanlıyam. Ya, mən türkəm, bunu demir. Türklüğünün üstündə, ya Azərbaycanlığın üstündə, ya türkəmənlığının, qəşqaylığının, ya bunların üstündə, xəliclığının üstündə, türklüğün üstündə dayanmır. Bunlar
şeydirlər. Bir də dedik, onlar ki, dövlət istihdam edir və göndərir o üz bu üzə. Bir də Fars dövlətinin kölgəsi altında Farsların şirkətləri, kompaniyaları. Məsələn, dedik, mis süngünü ya filan yeri, məsələn, yaxşı ruslar gəliblər, qızıl mədənlərimizə aparırlar. Bunu İran dövləti verir onlara və onlar İran dövlətindən himayət edirlər. Hər halda buradan da dünənləri bunları da biraz tozih verdiyimiz üçün bu günləri başlayaq. 92-ci səhifənin 1, 2, 3, 4, 5, 6-cı, 7-ci səhifə sətrindən oxuyaq, xəttdən. Xətt və sətr hər ikisi ərəbcədir. Buna farsca yoxudur. Yəni, sətr və xətt ərəb sözdür. Bunların farsi sözü yoxudur. Siz elə bunlar ərəbcə deyəsiniz. Ərz edeyim ki, gəldik bu başlayaq buradan. Dedi bir Avrupalı, siz fikirləyin bir fars, beləsi deyin. Farslar bexanid fars məsələn. Bir Avrupalı yerinə 3 sümürcə insanı kullanmaq daha avantajlıdır. Avantaj dedik ki, latincə sözlü türkçəyə giribdir, türkləşdiriblər. Bir qanun qoyublar türk dilində. Hər bir söz ki, türk dilinə ayrı bir dildən gilə, gərək türkləşə. Və türkləşəndən sonra onu biz işlədə bildik. Avantaj latincədir, o fayda mənasındadır. Mənfəət mənasındadır. Deyir ki, bir Avrupalı ya bir Fars yerinə bir dənə dedik, şirkət gəlir, məsələn, işləyə, bir mütəxəssis lazımdır. Deyir ki, o şirkətdə, dünən burasını dedik, indi davamını veririk. Deyir ki, bir Farsın yerinə 3 dənə ya çox türkü işlətmək olar, sümürcə insanın, müstəmirə insanını kullanmaq, dedik ki, türkcədir, istifadə ki, ərəbcədir, onun türkcəsidir. İndi bu istifadənin ərəbcədir, farscası yoxdur. Kullanmaq daha avantajlıdır, daha faydalı. Pəs deyir ki, bir dənə farsın yerinə 3 dənə türkü işlətsələr, onlara daha faydalıdır. Niyə? Deyəcəkdir, dünən dedi ki, çünki onlara 3-4 qat çox hüquq verirlər ta bir müstəmirə insana. Hər şirkətin uzmanlara ehtiyacı var. Kuşkusuz. Kuşkusuz, yəni şəksiz. Şək sözü ərəbcədir, onu farsda fikrim tərdid işlədilər ki, o da mənim nəzərimə ərəbcədir. Tərdid özü ərəbcədir. Rəddidən gəlir, rədd də ərəbcədir. Tərdid ərəbcə sözdür. Şək də ərəbcə sözdür. Bunun farscası yoxdur. Türkcə kuşku sözü işlənir şəkkin və tərdidin yerinə. Kuşkusuz hər bir şirkətin mütəxəssisə ehtiyacı var. Məsələn, mədəndə mütəxəssisi mədən, mütəxəssisi maşinalat, mütəxəssis uzman da. Bunlara uzman deyir türkcə. Mütəxəssis ərəbcədir, farscası yoxdur. Yəni farsca siz desəz bizə bir mütəxəssis lazımdır, nə deyəcəksiniz? Yoxdur. Türkcəsi uzman. Uzmandır. Hər bir şirkətin neçə dana mütəxəssisə ehtiyacı var. Yəni uzmana ehtiyacı var. Kuşkusuz, yəni şəksiz. Amma ancaq ən az sayda uzman alarlar. Nə inərlər? İndi İranda bunu deyək nə inərlər? Bir, dostlar, bəzi yalanları adam görəndə təəccüb edir ki, bizi necə toğlayıblar. Mən bəzən kitab oxuyanda görürüm, yazıb ki, Rey, şəhər Rey, şəhər tarixi, 8000 il bəyə oxurdum, yazmışdı ki, 8000 il bunun tarixi var. Baxırıq görürük ki, Rey indi 5 dana şəhərdən düzəlib, adına deyirlər Rey, yəni bir şəhristan buna deyirlər, bunun neçə dana da parçası var, onlarla bahəm 345 min nəfər cəmiyyəti var, 400 min nəfərdən az deyək cəmiyyəti var. İndi 2001-də, 1401-də, üzr istəyirəm, 1401 və 2022-də 400, baxırdım, indi yadımda dəqiqən deyil, 345 min nəfər cəmiyyəti var. Deyək ki, 400 min nəfər cəmiyyəti var. 5 dana şəhərinə, 121 kəndinə. Deyirlər, 121 kəndi var, 5 dana şəhəri var, özü ilə bahəm və bunların 400 min nəfərdən az cəmiyyəti var. İndi
rey əgər 8000 illikdə, hətta İslam dövründə rey varmış. 100 il bundan qabaq əgər rey varmış, deyək var idi. Yəni Nasiruddin Şah gedəndə Tehrana, ya Qacarlar gedəndə Tehranı paytaxt eləyəndə Tehran bir kənddir. Deyək ki, rey var. O rey tarixdə cəmiyyəti nəqəddir. Yəni rey bəllidir da. Şah Abdüləziz adında da bir şey var orada, bir qəbri düzəldiblər, onun semboludur. Zalibdir. Bura bir dana kətdir. Necə ki, mən 51-də, 52-də kətdən köçmüşəm Təbrizə, biz Tərbiz deyərdik. Tərbizin məhəllələri, kətdir Təbriz o zaman. Şahabadda evlər hamısı bünövrədən tikilir. Çiğ kərpiclə, yəni o zaman çiğ kərpic, pişmiş kərpic. Dostlar, pişmiş kərpiclər böyük kürələrdə düzəlir. Çiğ kərpiclə, yəni bünövrədir, adına bünövrə deyirdi. Bünövrəni qoyurdular, gedirdi aşağıda 1 metr, başda 20 sant olanda üstünə dam atırdılar, səqf atırdılar. İndi deyirlər burada, səqf deyirlər. Səqf ərəbcə sözdür, fars deyil. İşlədirik biz əlbəttə. Biz deyirdik ki, pərdə atırlar, dam atırlar filan, belə deyirdik. Ərz edeyim ki, dostlar, bu tarixə biz diqqət eləməliyik. Yəni, məsələn, 100 il bundan qabaq, 150 il bundan, əslən deyək, Qacarlar iş üstə gələndə reydə neçə adam var idi. Mən Xorasana da ki, bu cür Məşəd deyirlər, Məşədə də diqqət elədim tarixdə, bir baxdım ki, məsələn, Məşəd nədir ola bilər. Əvvələn, bunu mənə deyin ki, tarixçilər desinlər ki, Harun Rəşid ya Məmun nəyə gedibdi orada? Oranın İmam Riza tarix, İmam Rizanın ki, deyirlər gəlib olan, mənim nəzərimə bu da yalandır. Çünki İmam Rizanın deyirlər, o gələn tarixdə oranın 120-130 adamı varmış. Bir dana kənd demiş, bir xərabə imiş, kənd demiş, 120-130 deyirlər adamı varmış. Deyək ki, 120, əsən 130 ev varmış orada. Axı, İmam Riza ora nəyə gedibdi? Ora hökumət mərkəzi imiş, nə ola bilərmiş? Məmunun hökumət mərkəzi, Xorasan oraymış yəni. Əvvələn Xorasan ki, orada deyil, bu Məşəd ki, bugün düzəldiblər, İmam ölən yerdir. İmam ölən yer, haraymış, 120-130 nəfər, 120-150 nəfər deyək, 150 ev var imiş. Hər evdə olsun 10 nəfər. Buranın olar 500 nəfər, 1000 nəfər adam olar. Axı, oranı kim qoruya bilər? Ora imam nəyə gedər, orada nə işi var? Niyə Bəğdada ötürüb, gedib bir dana kəndə? Bunlar bir şey, və o da Xorasanda ki, su yoxdur. Yağış yoxdur. Havası gözəl deyil. Orada xəlifə orada nə qeyrir? Deyil, ehtimal verək ki, xəlifə gedib orada savaşıb və ölübdür. Axı, xəlifə özü savaşa getməz ki. Xəlifə bir dana böyük imperatorluğun ki, Muaviyyə dövründə əslində genişibdir. Diqqət buyurun, Muaviyyəni biz çox daha ayaq altına salmazmıyıq. Muaviyyə çox bir böyük siyasətmədardır. Əvvələn Əlini siyasətdə şikəst veribdir. Bu qədər böyük bir siyasətmədardır. Yəni biz qəbul edirik, eləmirik, Həzrət Əli ilə düşməndir, bu ayrı. Amma Həzrət Əli hökuməti verib ona. Siyasətdə şikəst yiyibdir, verib ona. Yəni o, Həzrət Əlidən və Həzrət Əlinin timindən siyasətdə çox güclüdür. Həzrət Əli əleyhissalam o 4 ildə ya o 5 ildə, hər neçə ildə ki, orada hökumət edibdir, fəqət müsəlmanlarla savaşıbdır. Siyasəti bu olub ki, müsəlman öldürübdür. Öz adamlarını öldürüb, beləsi deyək, öz ləşkərinin içində adam öldürübdür. Deyirlər ki, Həzrət Peyğəmbərin arvadı ilə savaşıbdır, Həzrət Peyğəmbərin 10 dana səhabəsi var ki, adına deyirlər ki, Həzrət Məhəmməd deyib, bunlar behişdə gedəcəklər. Əşəriyə mübəşşirə 10 nəfəri ki, hətmən behişdə gedəcəklər. Yəni, Həzrət Məhəmməd onlar deyirkən deyib, bunlar gedəcəklər behişdə. İndi siz şuubiyyənin dilindən gəlin deyin, bunlar gedəcəklər cəhənnəmə. Olmaz. Həzrət Əli əvvəl Peyğəmbərin ailələri ilə, xanımları ilə savaşıbdır. Deyirlər Cəməl savaşı da, yəni dəvə minibdir. Ayşə Həzrətləri gəlib burada savaşıbdır. Belə bir yalan var tarixdə, məncə. Ondan sonra da o 10 dananın, onu ilə deməyək, deyək ki, 5-i ilə savaşıbdır. Yenə də olmaz bu. Həzrət Əli durmaz, məsələn, Əbu Bəşirin, Ömərin, Osmanın, nə bilim, filan kəslərin qabağında. Mən indi o 10 nəfərin adını bilmirəm, amma burada Google eləsək, Əşəri-i Mübəşşirə
gələcəkdir ki, kimlərdirlər. İstərsiniz də yəni mən Google eləyə bilərəm, tapa bilərəm bunu. Amma əgər telefonum işləsə, yəni ərz edeyim xidmətinizə ki, bu da bizim indi ondan sonra Muaviyyənin işi Həzrəti Ömərdən sonraki çox bir torpaqları özü oturubdur Mədinədə. Məkkədə oturmuyor, özü oturub Mədinədə və göndəribdir qoşunu, alıbdır, oracan buracan ki başarıblar. Əslisi Muaviyyədir. Muaviyyə o sistemi bir devlətə çeviribdir, imperatorluğa çeviribdir. Sonra da Əbbasilər gəliblər, Əbbasilər də neçə yüz il orada hökumət ediblər, həmişə Bəğdadda oturardılar, ya Mədinədə oturardılar, ya hər yerdə bir mərkəzdə oturardılar. Sonra o mərkəzdən savaşçı, fərmandehlər, kumandanları göndərərdilər, gedin savaşın, filan yeri alın. Nədən indi Harun-ı Rəşid dura gələ, Xorasana gedə ki, nə suyu var, nə yağışı var, nə yemağı var, nə işmağı var, nə meşəsi var. Yəni, Ərəbistanın tayı bir yerdir. Biraz dağlıqdır, fəssələm. Orada da Ərəbistanda da dağ var. Qum buradan götürür, səhər orada bir dağ düzəldir. Bunun üçün baxın, diqqət buyurun, tarixdə həmişə gələk görək ki, bizi necə toğlayırlar. İmam Rıza niyə gəlib ora? Axı, əgər gedib savaşa, bunu deyək ki, indi Məmun gəlibdir, ya Harun Rəşid gəlibdir, ya Məmun gəlibdir, ya Harun Məmun gəlibdir. Məmun gəlib gedibdir orada özünə savaşa. Orada paytaxt niyə qurubdur? Axı, orada cəmiyyət yoxdur ki, orada paytaxt quraq. O halda ki, Bəğdad hər halda bir 1001 gecə nağıllarının mərkəzidir. Dünyanın heç olmasa bir 300 il, 250 il Məmun dövrəsinə qədər paytaxt olubdur. Nədən məsələn dura Bəğdaddan gedə Xorasana ki, nə suyu var? Bəğdadın suyu var. Beynən Nəhreyn ki deyirlər, bugün Əraq deyirlər, onun yəni 2 dana çayın arasındadır. Buna görə də Əraq çox verimli yerdir, Misrə taydır. Əraq eyni Misri kimi, hətta Misridən güclü torpağı var. Və suyu çox olduğu üçün insanlar orada daimən rifahda olublar, daimən yaxçı yaşayıblar. O halda ki, İranda belə bir su yoxdur. Yəni, bugünkü İrana adlanan bir şey yoxdur. Tarixdə də İran sözü yoxdur. Yəni, tarixə siz baxsaz, İran adında bir söz yoxdur. Xorasan, indi farslar deyib, Xorasanı büzür. Bu böyük Xorasandır, bir də Hindidir. Bizim dibimizdə, yəni Pakistan, bu günlər için Pakistan deyirlər, o Hindistan idi. Biz Hindistan, hətta diqqət buyurun, bu iki, yenə də diqqət buyurun. Bu iki Qacar dövründə deyirlər ki, biz Qətar yolun, dəmir yolun, Pakistandan gələn, yəni Hindistanı bağlayaq Osmanlıya. Yəni gün çıxandan gün batana çəkək. Ya gün batandan gün çıxana çəkək. Bunu da ingilislər gəllər deyirlər, yox. Xəlicdən, ərəbi xəlicindən çəkək Mazənderana. Xəzərə üzrə, Mazənderan yoxdur. Xəzərə çəkək. Bunlar deyirlər ki, biz İngilislilər və Ruslar istəyirlər ki, bu yol olsun. Çünki bu yol həm Rusları isti suya gətirə bilər, həm İngilisləri Rusların qabağına çıxada bilər. Yəni, Ruslar əgər gəlsələr güneyə, gələcəklər Xəlicə tərəf. Xəlicə gələndə, Ummana bunlara gələcəklər. Bu tərəfə gələndə Rusla Hindistan qonşu olur. Burada o Qətar yolu bunları bura rahat gətirə bilər. Eyni halda Ruslar əgər istəyələr, İngilislər istəyələr ki, Rusların qabağına çıxalar, yaxçıdır ki, Xəzər və o sahədə, şimalda onların qabağına çıxalar. Bu bir dana nizami yoldur, gedir ora. Amma əgər Qacarlar dediyim kimi kəsilsəydi ki, bunda bir fərziyyə vardı, bu gözəl bir fərziyədir, o da budur ki, Qacar Osmanlı istirdi ki, Avropanın göbəyindən, Osmanlıdan ta yol çəksin getsin Məkkiyə. Və bu əgər bizim bu tərəfdən Hindistana bağlasaydıq, Hindistan sümürgəçiliği şeylərin altından çıxardı.
İngilislərin altından çıxarır. Mənə nəzərə gəlir ki, bunu göstərir ki, Qacarın dövlətinə də baxırıq, görürük ki, ərteşi yoxdur, filanı yoxdur, bayrağı yoxdur hətta. Baxırıq, görürük ki, bu hardan gələ bilər? Bu, Osmanlı dövlətinin altında olan bir dövlətə bənzir. Hər halda, sözü uzaq getdik, uzaqlara qeydaq yerimizə. Dedik ki, hər bir şirkətin təxəssüsə, uzmana ehtiyacı var və ən az uzmanı alırlar. Niyə ki, beləsi dedi. Hər şirkətin uzmanlara ehtiyacı vardır, kuşkusuz. Amma ancaq ən az sayda, yəni uzman alar. Və sümürgeci istemarçı farslar uzmanları kendi türünün arasından ithal eder. Deyir ki, bu sümürgecilər uzmanları öz türünün, öz nəcad yerinə gətiribdir, tür işlədibdir. Diqqət verin, yəni cür. Öz cüründən, özünün, bilir, hər şey cür gözəl kəlmədir, tür gözəl kəlmədir. Öz cüründən, öz bənzərindən, öz dilindən, öz dinindən alar. Uzmanları kendi türündən dedik ki, bizlər siyasətin qurbanıyıq. Siyasət istərsə nəcad pərəstlik kəlməsini düzəldər, istərsə onu aparar demokrasi, azadlıq, filan bəhman qoyar yerinə, hüquq bəşər. Deyir ki, biz də onu özümüzü əskik gördük üçün həmişə ondan təqlid edərik. Mütəəssifanə belə bir vəziyyətdir. İdxal sözü ki vardı ərəbcə, dəxlidən, daxil eləməkdən, onun duxul hətta, bunlar hamısı bir kökdəndir. Onu neynər? Deyir ki, idxal elər. Yəni, idxal, həman idxal, yəni varid elər. Varid sözü gətiribdir. Ərəbcə ki, yenə də ərəb sözüdür. Yəni, sadirat və varidat dedikləri ərəbdir. Bunun farscası nədir? Gərək deyələr, nə mənə, indi görüm, ixracın, sadiratın yerinə ixrac qoysalar yenə də ərəbcədir. Yoxdur. Sadirat və varidatın sözü, müqabil farsda sözü yoxdur. Ya da neynər? İşə alır. Ya oradan gətirir, ya da buradan deyər ki, burada fars vardı, gəlin istihdam olur. Buna ək olaraq, əlavə, əlavə sözü ki, ərəbcədir, onun ya izafə, əlavə, zayid, bunlar ərəbcədirlər. Bunun türkcəsi olur ək. Farscası əlavənin yerinə nə mənə qoya bilərik? Və əlavənin yerinə, bilmirəm, fikirlərim farsda bunlara yoxdur, əlavənin yerinə. Buna ək olaraq, yəni deyir, bu fikrin üstünün əlavə, bir Avropalı işçinin gərəktirdiyi özəl diqqət və hüquqsal korunma sorunu da var. Deyir ki, bir dənə məsələ var. Deyir, siz bir dənə farsı işə alsaz, ya bir dənə deyək, ərəblə, Tunisdə bir dənə fəransəlini işə alsaz, bir dənə ayrı məsələ var. Nədir? O da budur ki, bir Avrupalını ya bir dənə farsı işçini işə alsaz, onun hüququn, məsələn, deyək ki, bir dənə Kanadalını işə alsan, Kanadalı saatı, məsələn, 15 dolara, ən az hüquq 15 dolardır. 15 dolardan işə almalıdır. Biyməsi lazımdır, bunun davası lazımdır, dərmanı da, hər şeyi bunları olmalıdır, orada eləməlidir. İndi deyir, bir Kanadalı ya bir dənə fars işçini işə alsa, onun o hökumətdə qanun ona bir özəlliklər veribdir. Deyir ki, o özəllikləri gərəkdirdiyi, yəni o lazım olan bir şey ki, bu adamın hüququna lazımdır. Bir Kanadalını fikrin ki, İranda işə istəyələri alar. Dolar verməlidirlər, ən az hüquq ala bilməzlər buna. Məsələn, bir dənə Kanadalı buradan dursa, mən indi buradan Kanadalı olaraq dursam, gəlsəm İran deyilən məmləkətə, dövlət məni istihdam eləsə, ya bir şirkət məni istihdam eləsə, Kanadalı hüququ verməlidir. Məsələn, deyək ki, bir dənə mən mühəndisəm məsələn, ya bir ruznaməni qaram, burada ayda 5.000 dolar alıram. Orada gələ o 5.000 doları ən azı verəm. Ondan sonra mən burada
şey edirəm, yəni yerimi, location'ımı dəyişdirirəm. Buradan dururam, gəlirəm ora. İndi mənə orada bunun kirayəsinin müqabilini verməlidir. Bir ev verməlidir. Ondan sonra yemək, içmək mənim öz ayağımadır. Təbii ki, bunlar gəlmək, getmək də onun ayağınadır. Məsələn, mən bilirəm ki, indi İran dövləti bir iddə adamları gönlərir Kanadada, Amerikada işlirlər ya dərs oxurlar. Bunların xərcini verir, kirayəsini verir, bir də gəlgət hüququnu verir. Hətta bunların xanımlarının da gəlgət pulunu verir. Ya ərlərinin də gəlgət pulunu verir. İndi dedi ki, bunlar da qorunmalıdır. Yəni bunların hüquqsal olaraq, yəni qanuni qorumaq sorunu da vardır. Bir deyir ki, bunların gərək qanunlarda nə mənə vardı, onların hamısı da o halda ki, bir dana Güney Azərbaycanlı, bir dana Qəşqaylı, bir dana Türkəmənli, bir dana Xəlicini işlədəndə, ya bir dana Ərəbi, bir dana Bəluçi işlədəndə o sorunları yoxdur. Deyir ki, qərardadır, müvəqqəti kar. Bir dana sənə belə bir ad verir, bunu imzalırsan, sənə burada 3 ay işlədəcək, sonra da sənə nə bimə, nə baznişəstəlik, nə o, nə bu, heysat verməyəcək. Amma sən işlədəcək. Dəyəri o kadar, üzr istəyirəm, mən elə bir yerdən getdim. Bəli, o isə sümürcə insanından yalnızca kasları istər. Deyir ki, o halda ki, ona bir haqlar verir və onun bir təxəssüsü üstündə alır, uzmanlığı üzərində alır, yəni hüququ çoxdur, 4 bərabər pul verir. Deyir ki, o isə, yəni bunun qabağında, onların qabağında sümürcə insanından, müstəmirədə olan insanlardan yalnızca kasları istir. Kas əzülə, mahitə. Deyir ki, sadəcə deyir ki, mənə sənin mahitən lazımdır ki, bu daşqanı itələcə, o kərpici götürəcə, bu işləri gör. Yəni deyir ki, bunun kasları, gücü, qol gücü lazımdır. Dəyəri o kadar düşüşdür ki, bu kasların, yəni bu sümürcə insanının dəyər yəni ərziş, qiymət, yeri, caygahı, hüququ o qədər düşüşdür, düşüş bilirik da, yəni aşağı düşüşdür ki, bir Avropalı fiyatına 3-4 tanesi ala bilər. 3-4 tanesi ala bilər. Deyir ki, bir Avropalı yerinə 3-4 dana bunlardan işlədə bilər. Diqqət buyurun, mən baxırdım Hindistana, görüm ki, Hindistanda bu oyun nə cürdür. Hindistanda sizin deyək ki, bir 100 min dolarınız var. Yox, 50 min dolarınız var. Gedirsiniz Hindistana, ya Pakistanda, sizin yer alasınız. Ya ev alasınız. Gedirsiniz bir dana həyət var, istəyirsiniz onu alasınız. Deyirlər ki, bu həyəti satırıq, bunun içində bir dana da ailə var, ya 2 dana ailə vardır, o bu həyətin üstündə satılır. Yəni o həyəti düzəldəndə gedibdir, 2 dana ailəni, ya bir dana ailəni, məsələn, deyək, ər-arvaddır, 3 dana da uşağı var, ya 4 dana da uşağı var, bunlar deyibdir ki, gələcəksiniz burada, mənə nökər olacaqsınız, bu evdə nökərçilik edəcəksiniz. Onlar da deyiblər, tamam, bizim yemağımızı, içmağımızı verin, ayda da məsələn 5 dolar, 3 dolar, 10 dolar pul verin o xanəvadiyə, ya 20 dolar pul verin. Onlar gəliblər, bu evdə sakin olublar, istemarcısı belədir. İndi mən istəyirəm alam. Deyir ki, bu evin qiyməti 50 min dolar, amma bu ev məsələn 1000 metrdir ya 500 metrdir. Bunun 4 dana da, 5 dana da, 6 dana da nökəri var içində. Siz bu nökərlərlə alırsınız. İstemar bu işi görür. Yəni, indi bir dana ailənin məsələn orada yiyəcəklər, içəcəklər, sizə də xidmət eləyəcəklər. Bunlar Kanadada olsalar, məsələn, hərəsi ayda heç olmasa, geçsələr belə ya aşağı restoran işlər 1800 dolar, 2000 dolar çıxadarlar. Amma orada hamısı sənə işləyəcəklər. Məsələn, 50 dolar, 100 dolar ayda bunlara verəcəksən, verməyəcəksən, onlar sənin tamam işlərini görəcəklər, nökərdirlər. Bu qədər deyir ki, ücrətləri aşağıdır. Fiyat, fi sözü ki vardı, fikrim ərəbcədən gəlibdir, riyaziyyatda işlənir, fi. Elə qədim tükan bazarda da işlənərdi. Elə indi geçsəz, o yaşlı adamlar fi yazarlar. Hətta əgər səhv eləmirsən, maliyyat idarəsində belə fi yazırlar.
Fi sözü riyaziyyatda işlənir, hesab kitab şeyində işlənir. Oradan fiyat gəlibdir. Fiyat maşın adı deyil. Fiyat yəni qiymət, ərzişli. O fiyat buradan alınıb, amma fi sözündən alınıb ki, ərəbcədir. Fiyat da dedik ki, yəni qiymət, ərziş, nerx. 3-4 adamın qədərdir. Tamam. Getdik ikinci paragrafa. Ötə yandan, ayrı tərəfdən, ötə yəni qabaq və ayrı. Ötə yandan, yəni ayrı tərəfdən insan sümürgeciyi dinlərkən, insan, siz, mən o zaman ki sümürgecini bir farsa, bir fars idarəciyə qulaq asırıq, o qəddə yalancıdırlar ki, əcib yalan deyərlər və bunlar radio, televizyonu çıxırlar, yalan deyirlər və utanmırlar ki, millət bunların yalanlarını çıxadır. Çünki sümürgəci, İran sümürgəciliyinin mütəəssifanə bir xasiyyəti budur ki, bir özəlliyi budur ki, utanmır, xəcalət çəkmir. Mütəəssifanə bunun da adını deyirlər ki, hökumət üçün hər nə səlahdır, biz onu görərək və utanmaq. Ötə yandan, insan sümürgəciyi dinlərkən onun sözlərinə qulaq asar zaman gerçək ya da varsayımsal bu tembellikten o kadar da hoşnutsuz olmadığını görür. Deyir, o zaman ki siz buna qulaq asırsınız, görürsünüz ki o sümürgəçi istemargər farsça danışır. Deyir ki, gerçək olaraq, gerçək dedik ki, həqiqət, vaqiiyyət sözü ki ərəbcədir, onun türkçəsidir. Farsça həqiqət və vaqiiyyətin muadili yoxdur. Fars söz yoxdur buna. Ya da gerçək ya da varsayımsal. Varsayım yəni fərzi. Fərziyyə. Ya da fərzi bir şəkildə, ya vaqiiyyət, ya fərzi bir şəkildə bu tənbəllikdən, o ki dedi, danışdı, dedi ki, dinənləri dedi ki, sümürgəçilər deyirlər ki, sümürgə insanı, yəni müstəmirə insanı tənbəldir. Bunu dünənləri kitab dedi. İndi deyir ki, vaqii ya fərzi halda tənbəllikdən danışanda o qədər də xoşnutsuz, xoşnut sözündən alınıbdır. Fikrim bu ərəb, farscadır, xoşnut. Onu oradan alıbdır. Bunu türkləşdiribdir. Olub da xoşnutsuz, naxoşnut, nayrahat. Rahat sözündən nayrahat düzəldirik biz. Nayrahat ya naxoşnut farsça desək, türkçəsi olub xoşnutsuz olmadığını görür. Deyir ki, adam onun sözünə qulaq asanda nayrahat olmur ki, bu deyir ki, bu tənbəldir. Bu sifəti sənin üzvə deyir. Türklər tənbəldilər, işləmirlər, geri qalmış millətdirlər və sən buna nayrahat olmursan. Onun sözünə qulaq asarkən. Niyə? Bundan keyfli bir xoşnutluqla söz edər. Deyir, niyə? Çünki o tənbəllikdən, bundan, yəni o tənbəllikdən keyfli, elə keyf sözü ki vardı, onun, fikir edirəm ki, türkçədir, keyf bilmirəm, keyfli bir xoşnutluq, sevinmək, bir sevinmək söz edər. Deyir, çox sevincək bu tənbəllik haqqında söz edər. Sevinc halında, sevinə-sevinə ondan söz edər, yenə danışar. Haqqında şakalar yapar. Deyir ki, tənbəllik haqqında, ya bunların haqqında, müstəmirələrin haqqında coç deyər. Haqqında şaka. Şaka, şuxluq sözü ki, zahirən deyirlər farscadan gəlibdir, şux sözündən. Amma bizdə farscadan gəlməyib. Nəzərə gəlir ki, bizdə fərqlidir. Şuxluq, yəni biri ilə məzah eləmək. Məzah ərəbcə sözdür. Şux sözü farslarda, dostlar, bəlkə oradan da gəlmiş olsa, bu hamama gedərik, bədənimizi sürtərik, bir kir çıxar. Çir çıxar. O kirə farslar şux deyirlər. Qədim, indi demirlər. Calibdir, dünən İsrail gün Təxtə Cəmşid dedikləri yalanlıq yerdən, cəli, o cəli yerdən bir nəfər gedibdir, orada bir tabloları oxuyur. Mən çox 4 dəfə qulaq asdım ki, görün bunun içində bir farsı kəlməyə bənzər bir kəlmə taparam.
Əbəda içində Farsiyə bənzər bir kəlmə yoxdur. Dostların biri zəhmət çəkib onun dibində bir dənə türk alimi qoyubdu. O da onu oxuyur, bir ayrı tablo oxuyur. Calib də hər ikisi istəyirlər ki, o Dariyuşun kətibəsini oxuyarlar. Əvvələn bir-birinə bənzəmir. İkinci, içində bir Farsa bənzər söz yoxdur. Yəni, bir ayrı deyildir. Necə buna deyə bilərlər? Farsiyə miyanə, ya Farsiyə qədim və Farsiyə cədid. İki də, amma Hindiyə bənzir. Yəni, içində Hindiyə bənzəmək sözlər var. Bunu deyə bilirik. Hindin şaxələrindən birinə heç olmasa bənzər və olur. Pəs dedi ki, ötə yandan insan sümürgəci dinlərkən gerçək ya da varsayımsal bu tembellikten o kadar da hoşnutsuz olmadığını görür. Adam belə görür, hiss edir ki, görmək burada hiss eləmək anlamındadır. Hiss də ərəbcədir, duyur, duymaq sözündən, duyğu ehsasdır. Ehsas sözünün farsçası yoxdur. Ərəbcədir, türkçəsi duyğu. Siz bunu hiss edirsiniz ki, bu adam narahat olmursunuz bundan, bir pis hissiz olmur. Bundan keyifli bir hoşnutluqla söz edirdik. Bundan çox bir sevinci bir olaraq, sevinç hoşnutun yerinədir. Sevinmək, sevindirdim, sevinmək, sevinç bunlar o sevinmək, bunlar o hoşnut sözü ki, farscadır, onun yerinədir. Deyir ki, söz edir, haqqında şakalar yapır, çox şuxluqlar elir onun haqqında. Yapmaq, etmək, biz Azərbaycanda etmək istirik, ta yapmaq yerinə. Tüm alışılmış ifadələri kullanır. Deyir, alışılmaq dostlar, bir dana cami-i şünasida bir şeydir ki, biz İranda bunu oxumarıq. Bir cami-i şünasida bir termindir, bir sözdür. Yəni, böyük anlamı var. Nədir? Sizə adət verərlər ki, İran varmış və siz bunu deyirsiniz, İran varmış. Adət eləmişik, 100 il bunu hey deyiblər və biz dedik ki, İran varmış. Tarix Koruş varmış, Həxamənişi varmış, Dariyuş varmış, nə bilim o şey nədir? Deyirlər, varmış, bunlar varmış deyərək biz də adət eləmiş. Buna nə deyir? Adət sözü ərəbcədir, onun farsçası yoxdur. Amma onun türkçəsi nədir? Alışmaq, alışılmaq. Yəni biz ona adət edirik. Mütəəssifanə dostlar, biz nə mənə ki adət eləmişik, təkrar edirik, bunların hamısı alışmaqdır. Bizə mədrəsədə, radioda, televizyonda, filmdə, serialda, teatrda, musiqidə, müəllim, ustad, danışqah, bunlar dedikcə biz buna adət eləmişik. Alışmışıq o sözlərə və onlara şəkk eləmirik. Alışmağın bu adət var ki, şəkk eləməzsiniz onlara. Və biri sizi şəkkə salsa, narahat olarsınız. Əcib darıxarsınız, mən belə eşitməmişim, belə deyil, bu adam yalan deyir, deyirsiniz. Alışmış ifadələri, ifadə fayda sözündən gəlir, ifadə etmək, yəni bunu anlatmaq, düşündürmək, kullanır. Bu ifadələri cilalar, o cilalamaq, yəni bunları çox aqrandisman deyirlər əqqaslıqda, aqrandisman böyüdər. Cilalatmaq bilirsiniz, cəla vermək da, yəni parıldatmaq. Deyir, bu sözləri parıldadar, çox belə bunlar işıqladar, gözəl yəni görsədər. Yenilərini icad edər. Hətta taza coçlar, taza sözlər, taza şeylər icad edər. İcad sözü, yəni düzəltmək, düzəldər. Türkçəsi düzəltmək. İcad ərəbcədir, icad. Türkçə icadtı deyilir, icad. Biz icad deyirik, icad. O İranda yəni alışmışıq buna, icad deyirik. Ərəbcə variantını deməyə çalışırıq. Deyir ki, bunlar həm şuxluğa salarlar, həm şuxluqla deyərlər, həm taza şuxluqlar yaradarlar. Sümürgə insanının olağan üstü, üzrüsünə. Sümürgə insanın olağan üstü kusurunu heç bir şey daha iyi
tanımlayamaz. Deyir ki, olağanüstü dostlar, yəni fövqəladə. Məsələn, bir dənə kodita oldu Erdoğanın əleyhinə, ona deyirlər ki, olağanüstü. Yəni o ki normaldır o deyil, onun üstü. Bir olağanüstü, yəni fövqəladə bir vəziyyət. Məsələn, Allah göstərməsin, bir zəlzələ olsa, buna deyirlər olağanüstü. Yaxşı, indi deyir ki, sümürcə insanının, bizlərin, türklərin İranda olan olağanüstü, qeyri-adi, fövqəladə bir vəziyyətimiz bunun kusuru, yəni onun əskikliyi, əşalığı heç bir şey daha iyi olsa belə, hər nə bir iyi bir şey desəz, ondan onu tanıtmaq olmaz. Heç bir şeylə siz eləyəməsə onu tərif eləyəsiniz. Biz indi İranda bunu onun üçün tərif deyirik. Filan kəlməni tərif elə. Məsələn, namə nədir? Namə kağız ki, onun üstündə yazarlar, bir paçata qoyarlar, bir adresdən bir ayrı adresə, bir fərdə ya bir təşkilata kitab göndərərlər. Bu olur onun tanıtımı. İndi deyir ki, tanımlayamaz, yəni onu tərif edə bilməz. Deyir ki, bu sümürcə insanı elə bir pis vəziyyətdədir, xariqüladə, yəni çox bir kötü vəziyyətdədir ki, onu heç bir şeylə tərif eləmək olmaz. Heç bir iyi bir sözlə belə onu tərif eləyə bilməzsiniz. Bu konuda olumsuz mənada lirik halə gəlir. Deyir, bu mənada ki vardı, onlar yaradırlar, şuxluq elirlər, torki xər. Elə türk deyəndə, məgə torki, orada o torki deyəndə ki, məgə torki, orada bir məna çıxır. Deyir ki, bu konuda olumsuz, qeyri-mümkün mənada lirik dostlar, çox ədəbiyyatda gülməcə kimi bir şeydir. Şeirdə bir amiyanə bir şeir. Amma deyir ki, bu təsir qoyan bir şeydir. Lirikin özünün əsli mənası təsir qoyan. Çox ətkili halə gəlir. Təsir özü ərəbcədir, bunun farsçası yoxdur. Bunun türkçəsi etki buraxmaq ya. Sümürcə insanı ayağının altındakı otu yetişdirəməz. Deyir, onlar deyərlər ki, bu düz zehnimizə soxarlar, biz də adət elərik. Sümürcə insanı ayağının altındakı ot ki göyərir, kətdə, dağda, daşda. Deyir, onu becərməz, başarmaz ki, onu yetişdirsin. Diqqət buyurun, indi buradan bir dana məna çıxır. Siz Kanadada gedirsiniz parça. Biz əvvəl gəlmişdik bura, getdik bir parça. İstədik bir od yandıraq. Məngəl var, məngəldə od yandırırıq. Bizim yanımızdan bir qış gözüdə, hava qar-qarlıyıbdır, amma biz getmişik. Heç yetmir Kanadada. Biz getmişik. Bir nəfər doçarxa sürürdü. Bicycle, siklet. Siklet sürürdü, getdi. İki təyərli dostlar deyirlər buna. İki təyərli sürürdü, geçdi, bizə də bir baxdı, geçdi. Bu getir o yüzden zəh vurur polisə. Ki 4 nəfər adam gəliblər parçıda od yandırıblar. Bir 3-4 dəqiqənin içində polis qondu ora. Kartlarımızı aldı, siz kimsiniz, baxdı. Burada nə qeyirirsiniz? Dedik, gəlmişik kebab bişirək. Tamam, bişirin, amma gedəndə söndürün gedin. Od yaylar. Qışdır, qar hər yer qardır, ağaçlar da düzdür, quru deyirlər, amma da biləxərə payız deyil, yəni yanmaz. Amma bu qədər o vətənə neyinir? Həssasiyyətdir. İndi İranda, Azərbaycanda sıxırıq məsələn, bunu inlərdir mən Günas TV-dən də deyirəm. Deyirik ki, ağa, meyvə yiyirik da evdə. Bunları almadı, heyvadı, ərikdi, alçadı, gilasdı, nardı, hər nə mənədir. Bunların dənələrini çıxadın, gedəndə atın bu suyun qırağına, bu ağacızın ücün vurun, toxumu salın oraya, ayağınızla onun üstünü örtün. Bəlkə bunlardan biri çıxar. Amma bizlərdə görürsən, gedirik dağa gəvəni yandırırıq. Gedirik dağa filan şeyi yandırırıq. Cəlibdir, mən burada getmişdim, kemping deyirlər. Gedirsiniz, məsələn, bir meşədə bir çadır yeri alırsınız, çadırınızı vurursunuz, orada oturursunuz. Məsələn, 2 günü, məsələn, 70 dolardır. Yox, 50 dolardır, 70 dolardır, 70-75 dolardır.
Dövləti yerlərdə. Meşədir, gedirsən, meşənin içində bir yeri dövləti yol çəkibdir, aparıb ora. Birazı asfaltdır, birazı torpaqdır, gedirsən ora. Bir yeri orada təmizləyiblər, ağaçlarını kəsiblər. Məsələn, bir 10 metr, 15 metr, 20 metr, 30 metr. Belə bir yeri bir dairə düzəldiblər, orada bir məngəl qoyublar. Onun dövrələrində ağaçlar quruyublər, tökülüblər, buradan kəsiblər, atıblar, quruyublər, adın gedir. İstəyirsiniz onu yandırasınız. Görürsünüz ki, məmur gəlir, bunları yandırma haqqın yoxdur. Bunlar təbiətə çürüyəcəklər, gedəcəklər təbiətə. Sən gedəcəksən, oradan biz buradan ağaçları kəsmişik, aparmışıq ora. Orada doğramışıq belə-belə, onlardan 5 dolar, 7 dolar verəcəksən, bir 10 kilo alacaqsan. Yəni, bu qədər onlarda belə diqqət edirlər ki, ağac özün ya eşikdən alapar, ya da git oradan al. Sənin həqqin yoxdur, orada ağac ki, quruyub düşüb yerə, qanadı özü, onu məsələn sındırıb gətirəsən burada istifadə edirsən, həqqin yoxdur. Bu, gelişmiş məmləkətlərdə bu fərq idi bizlə, istəyirəm bunu deyəm. Yəni, bəzən də Döktür Şəriətdən mən bunu eşitdim, dedi ki, Fransəlilər deyirlər ki, Əlcəzairlərin beyni pehindir, gəcdir. Gəc yığıblar bunları beyninə. Niyə? Çünki bu ağıldan istifadə eləmir. Biz də bunu inanırıq. O qədər deyirlər ki, biz də bu yaşamı istəyirik ki, görsədək ki, biz belə yaşarıq da, onlar dediği kimi yaşarıq. Deyir ki, tamam, getdik son sözə, son cümləyə. Deyir ki, sümürcə insanı ayağının altındakı otu yetişdirəməz. Deyir ki, mən illərdir deyirəm ki, ağac əkək. Məsələn, mənim deyək ki, zəmin var. Axı, lazım deyil mən həmişə arpa əkəm, buğda əkəm, filan əkəm. Mən bunu hey nənəmcilə də dedim, dədəmcilə də dedim, amma buradan alarlar, oradan verərlər bizim adamlarımız. Hətta dostlarımız, o zəmidə niyə alma əkirsən? Niyə buğda əkirsən? O bağda niyə alma əkirsən? Alma əkmə. Alma ağacın toxumların ək, bir illikdə sat. Sən o zəmidə hər 20 santıda bir dana ağac ək, bir dana toxum ək. Dostlar, diqqət buyurun, bu bir dana işdir. Hər 20 santıda bir dana toxum ək. Məsələn, tut ağac əkirsən. 100 dana tutu götür, 1 kilo tutu. Bunu beləsə elə, qoy ki, suyun içinə, buradan 100.000 dana sənə toxum verəcəkdir. Ağac. Bunları götür, düyü kimi ək ilə. Necə düyünü əkirlər? Sən də zəmində, bağında bunu ək. Gətir ki, almanın toxumundan, məsələn, get 1 kilo toxum al, 50.000 tümənə, 100.000 tümənə. Getir burada 100.000 dana toxum ək. Alma toxumu. Getir burada 100.000 dana gilas ağacı ək. 100.000 dana gilas dənəsi al, məsələn, buna ver 1 milyon tümən. Getir burada 100.000 dana gilas ağacı ək. Gələn illəri bunlar hələsi olacaq 20 sant, 30 sant, 50 sant. Gələn il bunları çıxart, deyilən biri 50.000 tümən, biri 20.000 tümən. Apar orada 100.000 dana ağacın vardı, 1 hektar yerin var, orada 100.000 dana ağacın var. Sakinən 100.000 dana gilas ağacı satırsan. 100.000 dana girdəkan əkirsən, hər 20 santıda bir dana girdəkan ək. Gələn illəri bunu satacaqsan birin 50.000 tümənə. Yəni 100.000 dana əncir ək. Axı, lazım deyil biz hətmən hamımızı arpa əkək, buğda əkək, filan əkək. Ağac əkək və bir ayrı şey ki, mən dəfələrcə demişəm, dostlar, məsələn, bizim dağda yerimiz var idi. Mən uşaq idim, bizim dağda yerimiz var idi. Yəni, kəndimizdə bizim Şıxılcan deyirik, ya nə bilim, indi yadımda deyil dağımızın adı. Dağlarımızın adı yadımdan çıxıb. Orada bizim yerimiz var idi. İndi 50 ildir buranı əkmirik. Çünki, məsələn, dədəm gəlib qocalıbdır, gəlmişik kəndə, şəhərdə qalmışıq və qocalmışıq, əhməmişik oranı. Ora yavaş-yavaş ağaç basır, meşə ağacı. Dövlət gəlir, deyir ki, bura mənimdir. Çıxır özünə, deyir, bura məritədir, ya bura meşədir. Çıxır özünə. Mənim dediyim nədir, dostlar? Gedin kəndinizdə. Məsələn, onlar ki, baxın, bu işdir. Lütfən bunu özünüzə iş edin. Gedin kəndinizdə, o dağdakı yerlərinizə meyvə ağac əkin. Məsələn, sizin orada 1000 metr yeriniz var. Gedin bu metrdə, hər 10 metrdə bir dana, 15 metrdə, 20 metrdə bir dana ağac əkin.
Alma ağacı. Bu yeri qoymayın dövlət əlinizdən çıxasın. Bu yer şəxsi yerinizdir. Bunu şəxsi orada saxlayın. 100 ildən də sonra, 1000 ildən də sonra biri gəlsə, bura ağa, mənim nəslim buranı ağac eləyib, bura bağdır. Su yoxdur, yoxdur. Dem olsun da. Dem olsun. Məsələn, dostlardan biri mən gördüm, çox sağ olsun, gəlib püstə ağacı əkir. Püstə. Gedin orada o adamdan, ağa, püstənin biri neçəyə satırsın? 20.000 tümənə. 1 illik püstə ya 2 illik püstə ağacını satır 20.000-ə, 50.000-ə. İndi burada gedin bir 10 milyonluq ağac al. Aparcının o zəmində, məsələn, 5.000 dana, 2.000 dana püstə ağacı almışlar. O dostumuz deyirdi ki, ildə 3 dəfə buna su verəcəksən. Tıqqılı olanda. 1 illik, 2 illik, 3 illikdir. Buna 3 dəfə su verəcəksən. Əlində bilə adam dağa belə səthildən su aparar, boşaldar bunların dibinə. Qalanı təbiətdə su yağış yağmasa da geçələcəkdir. İndi bizim Qəradağda bunlar özləri bitirlər, yağış yağır. Hər halda istədim bunu deyəm ki, belə bir düşüncə bizim zehnimizə yerləşdirir və biz də belə oluruq. Mən nənəmə dedim ki, nənə, niyə girdəkən əkmirlər? Axı, bizim kəndimizdə niyə dədələrimiz gediblər, girdəkən əkməyiblər? Elə mənim yadıma gəlir, 100 il bundan qabaq mənim babalarımın qabağını bizim 4 dana tutumuz var, elə 4 dana tutdu, 4 dana girdəkanımız var, 4 dana girdəkan. Deyir ki, bala, deyərdilər ki, girdəkanı əkən ölər, özünə yetişməz. Dedim, özünə yetişməz, nəvəsi gəl. Yox, qorxurdular ki, ölərlər, tez ölərlər, ona görə əhəmirdilər. Yəni, bizim beynimizi nə cür müstəmir eləyiblər. Bu da onu indi açıqlır. Deyir ki, sümürcə insanı ayağının altındakı otu yetişdirəməz, yandırar. Bırakın ağacı, bir ağacı ötür, ağacı hələ heç, o ayağının altındakı ağac əhsin, ona yox. Ayağının altındakı o, baxın, bu da düz sözdür. Kanadada, mən Kanadada yaşıram 18 ildir, 19 ildir. Kanadada siz gedirsiniz, görürsünüz ki, həyət var. Həyəti kaş eləməzlər, siman eləməzlər, dostlar. Asfalt eləməzlər. Hətta bir çox həyətdə maşın gərək park olar. 4 dana park olar, park yeri olar. Ən azı hər həyətin 4 dana park eləməyə gərək yeri olar. Bunlar belə onun yerini asfalt eləməzlər, qum töhməzlər. Elə maşın aparar çəmən. Maşının təyəri yeri qalar, orada saxlar həmişə. Altı çəmən olar. Ayaqla ki gedəcəkdir bu həyətə, ayaq yerin bir tikə ora ya kərpiş qoyar, ya məsələn bir dana İranda nə deyirlər? Simandan belə bir məsələn bir yarım metr düzəldərlər. Addımdan addıma bir dana ondan qoyarlar. Ki bu məsələn buradan gedirəm evin içinə. Qalan əslən burada şey eləməzlər. Hər yer ağac, hər yer əkərlər. Hətta əgər taza bir ev tikirlər, buna görə ki bura çəmənsiz görsənməyə gedərlər eşikdən çəmən alarlar. Hətta siz dostlar belə Türkiyədə də bu iş başlandı. Çox sevindim. Dostlar yerin üstünə naylon salırlar. Beləsi deyim sizə. Naylon. Məsələn fikir edin ki bir yerdəsiz ki duzluqdur. Urmiya gölünün ətrafında bir yerdəsiz duzluqdur. Heç də göyərmir. Nə edirlər? Gətirirlər bura naylon salırlar. Qalin naylon salırlar. Bu naylonun üstünə ayrı yerdən torpaq gətirirlər, tökürlər bura. Buna indi nə vuracaqlar vururlar da, peyindən, filandan, zotdan, hər nə mənə. Normalda, çox normalda dostlar, buna görə ki, olsun, ağaçları kəsəndə ağaçları verirlər, dəstgah un kimi bunları əzir. Necə ər eləyəndə, ya eləyəndə un kimi tökülür, bunları gətirirlər, torpağa qatırlar. Ayrı bir şeylərdə, yarpaqları ki, qoyublar, çürüyübdür, onları qatırlar, falan, bu cür qatırlar, bir torpaq düzəldirlər. Adına da deyirlər kompostdur, nə bilim, torpaq, falan torpağı, bəhman torpağı. Onu gətirirlər, tökürlər bu naylonun üstünə, bura çəmən əkirlər. Sonra bunları yarım metr, 1 metr, məsələn eni yarım metr, boyu 1 metr yarım, 2 metr. Bunu kəsirlər bıçağına, belə rol edirlər, satırlar. Əziz dostlar, yenə də mən həm bugün çox danışdım, həm də az oxudum.
Deyir ki, vaxtımız qutardı, 14 saniyəmiz qalır. Onun üçün qalsın sabahları bu, mən daha sabahdan az danışacağam. Çox eləyə biləcəyəm ki, kitab oxuyum. Sağ olun, sağ qalın, gecəniz xeyrə qalsın. Görüşmək üzrə.